Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 36-cı sual izahını verəcəm. Gəlin sualımıza baxaq. Deməli, 11 və 17 ədədləri cəmlənib 28 alınıb. Əməliyyatın aparıldığı ən kiçik əsasdan olan say sistemində 203 ədədini onluq say sistemində təsvir etməyimizi istəyir. Gəlin baxaq. Deməli, 11 ədədini toplayıblar 17 ilə, cəmini alıblar 28. X say sistemin əsasını bilmirik. Baxırıq ki, burada belə deyək, ən böyük ədəd hansıdır? Cavabda 8-dir, düzdür? Deməli, bu 8-lik say sistemində olanmaz. 9 və 9-dan yuxarıki say sistemlərində olacaq, düzdürmü? Baxın, 7 1 eləyəcək 8, 1 1 2. Həqiqətən də bu 9 və 9-dan yuxarı say sistemləri üçün keçərli olan bir əməliyyatdır. İndi deyir ki, ən kiçik əsasdan olan. Burada ən kiçik əsas hansı olacaq? 9-luq say sistemi, doğrumu? İndi deyir ki, həmin say sistemində bu ədədi onluq say sistemində təsvir etməliyik. Yəni 203 ədədi 9-luq say sistemindədir. Biz bunu gətirməliyik onluq say sisteminə. Biz də bilirdik ki, istənilən əsaslı say sistemlərindən istənilən 2 olsun, 8 olsun, 16, 9, 4 və s. Onluq say sisteminə gələndə nə edirdik? Nömrələmə prosesi həyata keçirirdik. Soldan sağa doğru 0, 1, 2. Üzrdən sağdan sola doğru 0, 1, 2. Nömrələyirik. Daha sonra vurma ilə əməliyyatımızı həyata keçirirdik. Yazıram indi. Say sisteminin belə deyək, rəqəmin özünü birinci yazırıq. 2 vurulmuş. Baxın, rəqəmin üzərindəki ədəd say sisteminin qüvvətinə gəlir. Vurulmuş 9-un kvadratı plus 0 vurulmuş 9 üstü 1 plus 3 vurulmuş 9 üstü 0. Belə bir nəticə əldə edirik. Bu bərabər olacaq. 9-un kvadratı eləyəcək 81. Deməli, yazacağıq 2 vurulsun 81 plus 0-ı 9-a vuranda eləyəcək 0 plus 9 üstü 0. Ümumiyyətlə n üstü 0, ədəd üstü 0 bizə 1-i verir. Bu səbəbdən 9 üstü 0 eləyəcək 1, 3 dəfə 1 eləyəcək 3. Bu eləyəcək deməli 162 plus 3 də buradan eləyəcək 165. Deməli 165 ədədi onluq say sistemində alınmış olacaq. Cavabımız olacaq C variantı. Bu qədər. Sağ olun. Allah amanında.